I said on Saturday after we won here, that to play 2 games against the same team and the same pitch is not easy, and we did some corrections. I think the opponent did some corrections, so it's even, you know, even more difficult game, maybe even more closer. But okay, you know, like I think not us, not them. We showed the best football, but we find a way to win. And first half, you know, was not good. We did not have any control, but at the same time, I never felt that we had a threat from the opponent, because we defended quite good. And today, even, you know, like those throw-ins, those set pieces were not did not create that much danger for us like last time. Əlbəttə, mən bugün 6-cı günkü oyunumuzda demişdim ki, bugün bizim oyun çox çətin olacaq bugün bizim üçün. Əlbəttə, eyni rəqibə qarşı 2 dəfə ardıcıl oynamaq çox çətindir, heç də asan deyil. Rəqib də, biz də oyundan nəticələr çıxarıb bəzi düzəlişlər eləmişdi. Düzdür, bugün nə rəqib demək olar ki, öz yaxşı oyunu göstərə bildi, nə də biz o qədər öz yaxşı oyunumuzu göstərə bilmədik. Amma birinci hissə o qədər də yaxşı çıxış etmədik, topa nəzarət çox az edirdik. İkinci hissə rəqibin demək olar ki, təhlükə yaratmadı. Yaxşı onların outları olsun, standart vəziyyətləri olsun, biz çox yaxşı müdafiə olunduq, rəqibin qapımıza yaxınlaşmasına imkan vermədik. Second half, we asked, you know, like the players to be more aggressive, to play ball more forward, because when initially also steps up, they have a lot of problems defending the space behind. And I think again, you know, like from one of those passes, you know, corner lead to another corner, then lead to free kick, and we scored a beautiful goal. So I have really to give credit to the players who believed in that idea, and to Valerio Zudas, my assistant, who, you know, who identified, you know, that this could be possible scoring opportunity, because of the last game when we see how initially defended, you know, so and we worked on this in practice, and exactly that what happened. So really, you know, like good effort, really teamwork. And after that goal, it was exactly the same story like in the first game. Game was much more open, and okay, initially tried to create something from set pieces, but we had the best chances on counter-attacks, and I think 2-3 times. I don't know how we did not score, and we did not finish the game, you know, before 90 minutes. İkinci hissəyə başlayarkən demək olar ki, biz bilirdik ki, rəqib daha da aqressiv oynamağa uşaqları tapışırdı və bilirdik ki, rəqib irəliyə doğru atılacaq və biz onların arxasına verilən ötürmələrlə müdafiələrin arxasına daha yaxşı çıxış edə bilərik və belə bir halda baş verdi. Biz künc zərbəsi qazandıq, yenə bir künc zərbəsi, o künc zərbəsindən sonra cərimə zərbəsi qazandıq ki, cərimə zərbəsində demək olar ki, bu ev tapşırıqdır, mən bu ev tapşırığına oyuncuların haqqını verməliyəm və bu ev tapşırığına hazırlayan mənim köməkçi məşqçim Valerium da haqqını verməliyəm. Həqiqətən də biz axırıncı oyunu rəqibi təhlil eləmişdik və bu cür hallardan qol verə biləcəyimi mümkünlüyümüz bilirdik. Ondan sonra biz daha da çalışdıq ki, daha da səy göstərdik ki, fərqlənək. Amma daha da açıq bir oyun oldu ikinci hissədə. Yenə eyni hekayə yaşandı və biz əks hücumlardan fərqlənərək rəqibi artıq oyunu bitirə bilərdik. Amma çox yaxşı qol fürsətləri oldu ki, təəssüflər olsun ki, qol fürsətlərində mən də bilmirəm necə yararlana bilmədik. And then with equalizing goal, I don't know, like I don't need to speak about that, because okay, it happened. We moved on, we calmed down the players, and I think again in extra time we were better team, we scored the goal, and again, you know, like really frustrating, because it's exactly the same story. We having chances, chance, we don't score, and then we keep this 2-1 up to very last second, and then, you know, like you can be nervous because it's cup game. It's not the points, but it's a penalty shootout if the opponent equalize. But okay, the focus was there, so credit to players, congratulations to my team, to the fans, especially those boys that travel all the way from Baku to support us. Really appreciate that support. And now time to recover and already focus next year on Monday, important game against us in the league.
Əlbəttə ki, rəqib hesabı bərabərləşdi, sonra bu haqda çox danışmaq istəmirəm, amma yenə də eyni şeylər baş verdi. Oyunu əlavə vaxta apardı və əlavə vaxtda da məni çox üzən hal oldu ki, biz çoxlu qol fürsətləri, qol şansları əldə etdik, amma yenə bu qol fürsətlərimizdən, şanslarımızdan istifadə edə bilmədik. Bildiyiniz kimi 2-1 hesabı bu kubok oyunudur, oyun penaltilərə qədər gedə bilər. Ona görə də sonlara yaxın bir balaca əsəbilik, gərginlik keçirdik, amma yenə də mən oyunçularımın haqqını verməliyəm. Onları təbrik edirəm, bütün ailəsini təbrik edirəm. Bizim üçün bugün Bakıdan bura gələn, uzun məsafə yol qət edib gələn azarkeşlərimizi bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Hal-hazırda sabah bərpa olunmalıyıq. Bərpadan sonra bizi qarşıda çempionatın birinci gün çox önəmli Neftçiyə qarşı oyunu gözləyir.